Salam dostlar, Eyvaz Hoca kanalında xoş gördük sizləri. Bugün məhlula aid bir maraqlı məsələ təqdim etmək istəyirəm. Deməli, spirtin hər dəfə 20% atılır, yerinə su tökülür. Soruşulur ki, ən azı neçə dəfə bu təkrarlanmalıdır ki, məhlulun yekun faizi 40%-dən aşağı olsun. Deməli, mən sizə maraqlı bir düstur təqdim etmək istəyirəm. Bu cür tipli məsələlərə tətbiq olunur. 1 minus kök altı n P100. Yəni, düsturda mən çox istifadə edirəm. Öz uşaqları hazırladığım öğrencilərə verirəm. Mən bunu çox məhlullarda gözəl istifadə oluna bilir. Yəni, bu n dəfə təkrarı göstərir. Bu məhlulun miqdarı, bu isə hər dəfə götürülən miqdar. Deməli, bu olacaqdır 20%. Deməli, n bölək 5 bərabərdir n 1 minus n P100. Belə. Hər tərəfə n bölsək və bir tərəfə keçirsək, biz belə bir düstur alacaq, bərabərlik alacağıq. P100 bərabərdir. M-lər gedir, bir tərəfə gedir 4, 5. Hər tərəfə m qüvvətini yüksəltsək, P100 bərabərdir 4, 5 n. Aydındır ki, 40%-dən az olar deyirsə, deməli biz bura 40% yazsaq, onda göründüyü kimi bu olacaq, yəni 40% yazsa 40%-dən aşağı, yəni bu ifadə aşağı olmalıdır. %4, %40. Belə. Biz də bunu sadələşdirsək, alacağıq 4, 5 n kiçikdir 4, 10. Aydın ki, biz bunu çox asanlıqla yoxlayıb tapa bilərsiniz. Görərsiniz ki, n-in ən kiçik qiyməti 5-dir. Həqiqətən n 5 olanda bu ifadə bundan kiçik olacaqdır. Deməli, ən azı 5 dəfə təkrarlanmalıdır ki, nəticədə 40%-dən aşağı məhlul alınsın. Sağ olun, gələn görüşlərə qədər.